Realda xəbər axını davam edir. Sosial hüquqlarınızla bağlı məlumatlı olmaq istəyirsinizsə, ekrana yaxına yerləşin, Obyektiv efirdədir və biz başlayırıq. Bugün çox vacib və bir o qədər də həssas mövzuya toxunacağıq. Hazırda minlərlə uşaq kimsəsizdir, ailə qayğısına ehtiyacı var və sosial xidmət müəssisəsində yaşamağa məcburdur. Həmin uşaqlar ki, onları xoşbəxt eləmək üçün geniş imkanlar gərək deyil. Bir ailə mühiti kifayətdir. Bu mühiti onlara bəxş etmək də məhz cəmiyyətin məsuliyyətidir. Bu məsuliyyətdən qaynaqlanan himayədar ailə proqramı barədə danışacağıq, amma birazdan. İndi isə Dost TV-yə bağlanırıq. Həmkarım xanım Yadigarlı bizə ətraflı məlumat verəcək. Görək, son günlər sosial sahədə nələr baş verib. Xanım, söz sizindir, buyurun. Hər vaxtınız xeyir, Dost TV studiyasından sizi salamlayırıq. Cari həftənin sosial hadisələrinin xülasəsi ilə qarşınızdayıq. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb. Görüşdə Nazirliyin fəaliyyətində ictimai nəzarətin həyata keçirilməsində İctimai Şuranın rolundan və Şuranın qarşısında duran vəzifələrdən bəhs olunub, təklif və tövsiyələr verilib. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Azərbaycanın ilk inklüziv teatrı olan Əsa Teatrının hazırladığı Axtarış tamaşasının premyerası olub. Tamaşada həm əlilliyi olan, həm də olmayan peşəkar aktyorlar iştirak ediblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev teatrın kollektivini yeni yaradıcılıq uğurları münasibəti ilə təbrik edib. Sosial Xidmətlər Agentliyi tərəfindən hazırda 410 ailəyə evdə səyyar sosial məişət xidməti göstərilir. Ümumilikdə 3231 nəfər bu xidmətdən yararlanır. Onlardan 2957 nəfəri ahıl, 2478 nəfəri qadın, 753 nəfəri isə kişidir. Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması tədbirlərini davam etdirir. Artıq 4300 nəfərin məşğulluğu təmin olunub, 206 nəfər peşə hazırlığı kurslarına, 284 nəfər isə özünün məşğulluq proqramına cəlb olunaraq kiçik təsərrüfatını yaradıb. Hazırda daha 680 nəfərin məşğulluğu ilə bağlı işlər aparılır. Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən cari ilin 4 ayı ərzində əlilliyi olan 6300 şəxs 44500 reabilitasiya vasitəsi ilə təmin edilib. Onlardan 3500-dən çoxu təkərli oturacaq, 897-si aşağı və yuxarı ətraf protezi, 2000-dən çoxu əsa, qoltuqaltı və dirsəkaltı ağac olub. Həmçinin əlilliyi olan şəxslərə 3300 cüt protez və ortopedik ayaqqabı, 500-dən çox eşitmə aparatı, korset və sair reabilitasiya vasitələri təqdim olunub. Bu həftəyə sosial xülasədən bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Söz yenidən həmkarım Aybəniz Məhərrəmovadadır. Aybəniz. Təşəkkür edirik xanım. Biz isə Realın studiyasında qaldığımız yerdən davam edirik. Mövzumuz himayədar ailədir və istəyirəm qonağımı da təqdim edeyim. Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparatının övladlığa götürmə və alternativ qayğı siyasəti şöbəsinin müdür müavini Tokay Bayramov bizimlədir. Xoş gəlmisiniz. Xoş gəldiniz. Tokay müəllim, düşünürəm ki, himayədar ailə proqramına nədir sualını verməyə ehtiyac yoxdur. Çünki bu barədə kifayət qədər danışmışıq. Eyni zamanda həmçinin mən şəhərin müxtəlif hissələrində bu barədə posterlər də görmüşəm. Yəni, kifayət qədər təbliğat işləri aparılıb. Amma yenə də deyək, övladlığa götürmədən fərqli olaraq himayədar ailə proqramı uşaqların, kimsəsiz uşaqların müvəqqəti olaraq ailə himayəsinə verilməsini nəzərdə tutur. Ümumiyyətlə, Tokay müəllim, əvvəlcə gəlin bunu deyək. Neçə himayədar ailəmiz var? İndi hal-hazırda bizim 31 dənə himayədar ailəmiz var. Aktiv olaraq 31 himayədar ailəmiz var. Onun 15-i Bakı şəhərindədir, 16-sı isə bölgələrimizdədir. Aha, deməli Bakıda daha çox üstünlük təşkil edir. Aydındır. Tokay müəllim, gəlin tamaşaçılarımız üçün bəzi məqamları, vacib məqamları vurğulayaq. Misal üçün, qanunvericilik nədir? Kimlər himayədar ailə ola bilər? Ümumiyyətlə, ilk növbədə dəvətinizə görə təşəkkür edirəm. Doğrudan da himayədar ailə institutu yeni olduğundan da və həm də cəmiyyət tərəfindən
belə müsbət qarşılandığına görə biz bu sahədə bir çox islahatlar apardıq, qanunvericiliyə dəyişiklik etdik və bildiyiniz kimi bunun da əsası 2022-ci il 15 fevral tarixli 1599 nömrəli fərman oldu. Cənab Prezidentimizin fərmanı oldu ki, onunla müvafiq səlahiyyətlər Əmək və Sosial Müdafiəsi Nazirliyinə verildi. Kimlər himayədar ailə ola bilər? İlk növbədə onu qeyd edək ki, mütləq yetkinlik yaşına çatmış şəxslər olmalıdır. Hər iki cinsdən olmalıdır. Ən azı ümumi orta təhsilli olmalıdır. Bəli. Yaşadığı yaşayış sahəsinin adam başına düşən kvadratı 16 kvadrat metrdən az olmamalıdır. Yaxın qohumlar ümumiyyətlə istisna olmaqla ailədə yaşayan adam başı həm də götürəcək uşaqların deməli hər birinə yaşayış ölkə üzrə müəyyən edilmiş yaşayış minimumundan az olaraq gəliri olmayan şəxslərdir. Sağlamlıq haqqında əlbəttə ki, arayış olmalıdır. Nəyə görə? Çünki ola bilsin ki, hansı bir keçici yoluxucu xəstəliklər ola bilər ki, biz onların yanına əlbəttə ki, uşaq yerləşdirməyə təhlükədir və biz də buna getməliyik. Və ən əsası odur ki, Azərbaycan Respublikası ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları. Yəni əcnəbilər Azərbaycan Respublikasında himayədar ailə ola bilməz. Ona görə daimi olaraq Azərbaycan Respublikasının ərazisində yaşayan vətəndaşlarımız olmalıdır. Bioloji valideynlər və uşağın qəyyumları, himayəçiləri də himayədar valideyn ola bilməzlər. Ümumiyyətlə cəmiyyətin münasibəti necədir? Gizli deyil ki, stereotiplər var. Əlbəttə, gedib kiməsə yaxınlaşıb mikrofon tutub sual versən ki, övladlığa uşaq götürərsən, deyəcək, hə, əlbəttə götürərəm. Amma faktlar bu deyil axı. Yəni insanlar nədən çəkinirlər? Ümumiyyətlə təcrübəmizdə belə mənfi hallar çoxdurmu və ya olubmu ki? Yox, mən sizə bir şey deyim ki, ümumiyyətlə himayədar ailə institutu təzə olduğuna görə cəmiyyətdə hələ bu institut barədə ətraflı məlumat yoxdur. Düzdür, biz 2022-ci ildən bu tərəfə bizim səlahiyyətlərimiz verilməyinə baxmayaraq və həmin səlahiyyətlər 1 noyabr 2022-ci il tarixdən həyata keçirilməyinə baxmayaraq, rəqəm olaraq bəlkə də biz məsələn 47 uşaq vermişik 31 ailəyə, rəqəm olaraq bəlkə də az bir rəqəm görsənə bilər, ancaq bu rəqəmin arxasında böyük bir işlər durur. Çünki hər himayədar valideynin namizədə biz uşaq verə bilmərik. Onlar əlbəttə ki, sadaladığımız kriteriyalara uyğun olmalıdır. Onlar əlbəttə ki, müəyyən tələblərə cavab verməlidir. Valideyn himayəsində qayğısından məhrum olmuş uşağın cəmiyyətə uyğun olması üçün, cəmiyyətə gələcəkdə normal bir subyekt olması üçün biz yenidən onu ailə qayğısı ilə əhatə etdirmək istəyirik. Yəni ümumiyyətlə bizdə müəssisə anlayışı var, bilirsiniz də, müəssisələr bizə Sovet qurumundan, Sovet dönəmindən bir dırnaq arası deyil, miras qalıbdır. Yəni heç bir dövlət inkişaf eləmiş ölkələrdə, sonra Avropa ölkələri olsun, qardaş Türkiyə Respublikası olsun, Amerika, Kanada və digər inkişaf eləmiş ölkələrin heç birində müəssisə anlayışı yoxdur. Yəni müəssisə necədir? Tutalım, hər hansı bir uşaq təhlükə vəziyyətdədir və həmin uşağı hələ himayədar ailəyə yerləşdirənə qədər qısa bir müddətdə müəssisəyə yerləşdirməli. Yəni kritik vəziyyətdən çıxmaq üçün, kritik zamandan çıxmaq üçün. Yəni o normal bir şeydir ki, müəssisələr var, oraya yerləşdirsə, ondan sonra qısa müddət ərzində əgər ailəsinə qaytarmaq mümkün deyilsə, verilir himayədar ailəyə və yaxud da ki, övladlığa götürməlidir. Ancaq bizdə müəssisə anlayışı olduğuna görə insanlar daha çox uşağı aparıb verin müəssisəyə, dövlət baxsın və müəyyən vaxtdan sonra bu uşağı geri götürəcək anlayışı var. Hələ bu düşüncə belə deyək də insanlardan çıxmayıbdır. Və himayədar ailə institutunun özü də tək uşaqlara belə deyək də qayğıdan söhbət getmir, həm də hər bir insanın, hər bir vətəndaşın cəmiyyətə verəcəyi xeyirdən söhbət gedir. Düzdür, bunun müqabilində əlbəttə ki, dövlət müqavilə əsasında hər bir himayədar valideynə ödəniş edir. Ödəniş də asılıdır həm uşağın yaş kateqoriyasından, orada 3 kateqoriya bölünür və də uşağın deməli səhhəti ilə bağlı orada 2 kateqoriya. Bəli. Yəni bunlardan asılı olaraq 355 manatdan 435 manata qədər ödənişlər tətbiq olunur. Həm də ki, əsas məsələ nədir? Yəni vətəndaşlar övladlığa uşağı götürməyə daha meyillidir, nəinki himayədar ailə. Ona görə ki, uşaq gələcəkdə onun öz övladı olur və burada artıq valideynlə uşaq arasında hüquqi münasibətlər yaranır. Həm gələcəkdə varisi ola bilər, həm gələcəkdə uşaq onu qozaldıqda valideyni saxlamaq öhdəliyi yaranır. Yəni burada artıq valideyn övlad münasibətləri yaranır. Ancaq himayədar ailədə belə bir münasibət yaranmır. Nəyə görə? Çünki müvəqqəti bir qayğı sistemidir.
Yəni ona görə insan belə deyək də, hələ biz cəmiyyətə tam belə deyək də o mesajı çatdırmam. Çünki belə baxanda bizdə çox qısa bir müddətdir himayədar valideyn, himayədar ailə institutu ölkələrdə, Amerikada, Avropada illərlə yəni onlarda normaldır ki, cəmiyyət artıq bilir, cəmiyyət tanıyır və hətta onlarda artıq peşəkar himayədar ailə institutu var ki, bizdə hələ o yoxdur. Yəqin ki, olub da, misal üçün müraciət edib, amma sonradan imtina edib qərarından. Yəni səbəblər nə olur daha çox? Açığı səbəblər belə deyək, bəziləri elə bilir ki, getdim, ərizə verdim, uşağı götürdüm, getdim, saxladım anlayışıdır. Yəni ki, rahat olsun. Rahat olsun, bəli. Sonra öyrənəndə ki, burada müəyyən tələblər var, yaşayış sahəsi ilə bağlı, sonra əlavə gəlirlər, yəni gəlirlərlə bağlı, sağlamlıq arayışına bağlı, sonra da təlimlərdə iştirak, biz təlimlər keçirdirik, həmin təlimlərdə iştirak etmək, ondan əlavə müsahibə, sonra evin maddi məişət şəraitinin yoxlanması. Bunların çoxu insanlara belə deyək də, Lora dilində desə, uzun çəkəcək fikrinə gətirir, çıxardır. Ona görə çoxu imtina edir. Və yaxud da ki, elə insanlar var ki, açığını deyim, böyük məbləğ gözləyir. Yəni, məbləği öyrənəndə deyir, yox, mən bu uşaq, yəni, bu məbləğdən... kimisi pul üçün də hətta gözləyir uşağı. Əlbəttə. Bəs bunun qarşısını necə alırsınız? Bu artıq bizim belə deyək də, uşaqların əlbəttə bizim peşəkar psixoloqlarımız var ki, artıq ailədə müsahibə zamanı müəyyən edirlər ki, bunun belə deyək də, uşağı götürməkdə əsas məqsədi nədir? Bizdə ən çoxu indi uşaqları götürən uşaqların qohumlarıdır. Bəzi uşaqlar müəyyən yaş mərhələsində düşüblər sığınacağa, amma elələri var ki, elə körpə yaşlarından axı gəliblər sığınacağa. Yəni onlar heç ana-ata ifadəsi işlətməyiblər, ev nədir bilmir. Ümumiyyətlə belə dərindən düşünəndə görürsən ki, doğrudan da çox ağır faktlardır. Nəysə, istəyirəm biraz pozitivə köklənək. Toğay müəllim, siz daha yaxşı bilirsiniz ki, himayədar ailələr ümumiyyətlə o qədər də mediaya açıq adam deyirlər. Təbii ki, özlərinə aid müəyyən bir səbəbləri var və ümumiyyətlə araşdırdım, mənə elə gəlir ki, ümumiyyətlə həmin adamların müsahibələri yoxdur açıq, amma artıq var. Biz almışıq, icazənizlə həmin müsahibələrə baxaq, daha sonra davam edəcəyik. Hal-hazırda uşaqlar 7 aydır ki, himayədar ailə olaraq bizdə yaşayırlar. Özümün 3 evladım var. Çox gözəldir. Bildiyiniz kimi, yəni həm qan qohumu yox, bibisiyəm uşaqların. Uşaqlarla da ki, əlaqəmiz daimi olduğu üçün uyğunlaşmamız, adaptasiyamız çox çətin olmadı, çox şükür. Çox gözəl münasibətləri var. Yaxşıdır, hər şey öz qaydasındadır. Valideyn olaraq öhdəsindən gəlirik, çox şükür. Çətin olduğu kimi də məsuliyyətlidir təbii ki. Yenə də deyim, agentliyin köməyi ilə uşaqları psixoloq yanına göndəririk. Bizə adaptasiyada çox, necə deyim, asanlaşdı uşaqlar üçün, bizim özümüz üçün də. İndi çox şükür, hər şey yaxşıdır. Sizə bibi deyirlər yoxsa? Mama. Bizdə Qarabağlıyıq, bizdə mama deyilir. Neçə uşaq götürmüş himayədə? 2. Bir qız, bir oğlan, bacı qardaşdılar. Həyatımda çox böyük dəyişikliklər oldu. Çox böyük. Onu vurğulayım ki, çox böyük dəyişikliklər oldu. Mən yeni bir həyata, ikinci bir həyata qədəm qoymuş oldum. Heç də peşman deyiləm. Dövlət dəstəyi varmı? Bəli. Dövlət dəstəyi olmasa mənə, mən öhdəsindən gələ bilmərəm. İstəyir maddi cəhətdən, istəyir qayğı cəhətdən, hər tərəfdən də bir sözlə, hər tərəfdən. Çox sağ olsunlar. Uşaqlar sizə mama deyir, yoxsa? Bəli. Mama, neysə? Bəli. Oldu. Çox sağ ol. Bu sevinç göz yaşıdır, yəni peşmançılıq göz yaşı deyil. Onu bildirim sizə. Çox məmnunam, çox razıyam. Çox həddən artıq. Davam edirik. Toğay müəllim, bu layihə Himayədar Ailə proqramı İngiltərədə də geniş yayılıb. Yəni belə bir praktika var ki, orada həmin ölkədə ailələr xüsusi imtiyazlı hesab olunurlar. Həmin ailələr hətta sosial ailələr kimi də bir status verirlər. Siz nə düşünürsünüz? Bu mədəniyyət bizdə də formalaşırmı? Ümumiyyətlə, belə deyək də, hər hansı bir cəmiyyətdə, hər bir institutun formalaşması özünə məxsus bir formada həyata keçirilir. Yəni, çünki həmin cəmiyyətin özünün adət-ənənələri də nəzərə alınmalıdır. Bəli, yəni,
kör-körənə hər hansı bir formanı götürüb hər hansı başqa bir cəmiyyətə keçirib də orada tətbiq etmək də düzgün deyil. Yəni biz məsəl üçün Himayədar Ailə İnstitutunun Azərbaycanda formalaşmasını başlayanda tək İngiltərəni yox, Avropanın bir sıra ölkələrinin və qardaş Türkiyə ölkəsinin də bəli praktikasını öyrəndik və həmin praktikadan irəli gələrək Azərbaycan Respublikasında da həm qanunvericilikdə dəyişiklikləri təklif etdik, qanunvericilik əsasında müəyyən dəyişiklikləri həyata keçirtdik, həm də ki praktikada başladıq artıq belə deyək də həyata keçirtməyə. Bəli, xaricdə əlbəttə ki, müəyyən bizdən fərqlilər çoxdur. Birincisi ondan başlayaq ki, onlarda tarixən, yəni Himayədar Valideyn, Himayədar Ailə İnstitutunun yaşı bizdən çoxdur. İkinci bir tərəfdən onlarda insanların artıq məlumatlı olduğundan onlarda həm standart himayədar ailələr var, həm də ki peşəkar himayədar ailələr var. Yəni peşəkar himayədar ailələrdə artıq orada uşaq psixologiyasına məşğul olan insanlar daha çox meyllədir. Məsələn, uşaq bağçasının müəllimləri, keçmiş müəllimləri və yaxud uşaq psixoloqları və yaxud da ki, nə bilim, yəni sırf uşaqla işləmiş peşəkar insanlar artıq ya pensiya yaşına çatmış və yaxud da ki, elə sadəcə olaraq belə də meylli həm himayədar ailə institutuna da onlar o işlə məşğuldur. Bir misal çəkə bilərəm ki, Xorvatiyada standart himayədar ailədir, məsəl üçün tələblər ayrıdır, məsəl üçün peşəkarlara ayrı tələblər var. Yəni burada da bizdə də gələcəkdə əlbəttə ki, biz də çalışırıq ki, Azərbaycanda da peşəkar himayədar ailə institutunu yaradaq. Bu institut yaranmalıdır, çünki belə deyək də bütün bu layihənin həyata keçirilməsi elə birinci ona gətirib çıxartmalıdır ki, peşəkar himayədar valideynlər olmalıdır. Çünki biri var nənə baba saxlayır uşağı, biri var yaxın qohum saxlayır uşağı, bir də var peşəkar saxlayır. Çünki birisi nətərdir? Uşağın biz himayədar ailəyə verməyimizin əsas məqsədi nədir? Uşağın cəmiyyətə gələcəkdə normal bir fərd kimi gəlməsidir. Və bunun üçün də uşağın fərdi inkişafı olmalıdır, uşaqların fərdi bacarıqları ortaya çıxmalıdır, uşaqların fərdi qabiliyyətləri ortaya çıxmalıdır. Və bununla bağlı əlbəttə ki, bir nazirlik olaraq, çünki bilirsiniz ki, himayədar ailələrə verilmiş uşaqların qəyyumu Əmək və Sosial Müdafiə Nazirliyidir. Və himayədar ailələr də hər hansı bir uşaq haqqında hər hansı bir qərar qəbul edəndə, məsəl üçün xarici getməyə uşaqla bağlı və yaxud da ki, nəsə başqa bir dincəlmə gedəndə Əmək və Sosial Müdafiə Nazirliyinin razılığını alır. Bəli. Himayədar valideynlər məsəl üçün birbaşa nazirliklə razılaşdırmaqla uşağın bioloji valideynlərinin uşağın görüşünü təşkil edə bilərlər. Yəni bizdə Azərbaycanda əlbəttə ki, yaşı az olduğuna görə biz indiki vəziyyətdə bunu yaşı çox olan bir xarici ölkənin himayədar ailə institutuna müqayisə etməyimiz də düzgün deyil. O baxımdan bəli, əlbəttə ki, biz buna gedirik və biz də gələcəkdə çalışacağıq ki, bizdə də peşəkar himayədar valideynlər olsun və gələcəkdə də əlbəttə ki, daha belə deyək də himayədar valideynlərə daha çox sosial dəstəklər dövlət tərəfindən olacaqdır. Amma gəlin etiraf eləyək ki, ən uşaqsevər millət bizik. Əlbəttə. Misal üçün Avropada uşaqlar 18 yaşına çatdı, valideynlər rahatlıqla buraxa bilir ki, tək başına yaşasın, öyrənsin, sosial bir insan olsun. Amma bizdə 40-50 yaşında olsa, anamız, atamız deyir ki, yoxsa mənim üçün hələ körpəsən. Bəli, bu cəhətdən də. Suallarım bu qədər idi, Tahay müəllim. Gəldiyiniz üçün təşəkkür edirəm, amma əlavəniz varsa sizi məmnuniyyətlə eşidə bilərik. Mən də təşəkkür edirəm. Birinci onu qeyd etmək istəyirəm ki, bayaq dəfələrlə bunu vurğuladıq. Doğrudan Himayədar Ailə İnstitutu gənc bir institut olduğuna görə, bir körpə institutu olduğuna görə bizim burada kütləvi informasiya vasitələrinin nümayəndələrinin köməyinə doğrudan da böyük ehtiyacımız var. Bu işıqlanmalıdır, bu cəmiyyətə çatdırılmalıdır. Artıq hamı anlamalıdır ki, Himayədar Ailə İnstitutu nədir? Himayədar ailə olduqda vətəndaşlar doğrudan da həmin uşaqlara qayğı göstərə bilər, ailə qayğısı göstərə bilər. Həmin uşaqlara ailə qayğısından qopmuş bir şəxsləri ailə qayğısı verə bilərlər ki, bu da cəmiyyətə əlbəttə ki, gələcəyinə yönəlmiş bir müsbət bir nəticə verə bilər. Ona görə bizim kütləvi informasiya vasitələrinin bütün nümayəndələrinə, köməklərinə əlbəttə ki, ehtiyacımız var və ümid edirəm ki, bu sahədə də bizim əməkdaşlığımız davam edəcək. İnşallah və istəyirəm onu da deyim. Himayədar ailə həmçinin övladlığı uşaq götürmək istəyən valideynlər üçün bir növ təcrübədir. Yəni onlar özlərini bir valideyn kimi sınayırlar müvəqqəti olaraq. Əgər alınırsa, niyə də həmin uşağı övladlığa götürməsinlər? Bu faktlar da var. Belə, bir daha təşəkkür edirəm. Mən təşəkkür edirəm. Çox sağ olun. Ümid edirəm ki, bizim burada danışdıqlarımız müəyyən ailələri düşündürəcək və bu onların qərarlarında özünü göstərəcək. Belə, hələlik bu qədər.